acın olubdur. Hər bir şəhid ailəsinin qonağı olan rayon kənd şəhərləri gəzərək mikrofonla işıqlandırıb, şəhidlərimizi yenidən xalqa tanıdan hər birimizin fəxri Vətən oğlu Zəfər TV kanalının xüsusi müxbiri Dəmir Yumruq Alfa A Cəmiyyətinin Bakı regional müxbiri Elvin Əlimövsüm oğluna ithaf olunur. Acın olubdur. Nədir gözlərindən süzülən o yaş? Hər şəhid ağrısı acın olubdur. Gizlicə ağladım, duymadı heç kəs. Hər şəhid evinin qonağı oldun. Sən arxa cəbhənin əsgəri oldun. Hər şəhid ağrısı kədərin oldu. Şəhid anaların qardaşı oldun. Beləcə sevildin eldə, obada. Adın hörmət ilə çəkilir Elvin. Gözləri yol çəkən şəhid anaya, hər şəhid ataya sən oğul oldun. Gecəli gündüzlü dinçlik bilmədin. Bütün rayonların qonağı oldun. Hər şəhid ailəsi, şəhid məzarı aldın mikrofona, xalqa tanıtdın. Anaya son ümid, təsəlli oldun. Başın uca olsun, ay Elvin bala. Sən arxa cəbhənin əsgəri oldun. Şəhid ailəsinin son təsəllisi, silahın mikrofon, bir də göz yaşın. Şəhid analara sən doğma oldun. Başın uca olsun, ay Elvin bala. Hər şəhid ailənin yaxın sirdaşı, hər evə, obaya təsəlli oldun. Özün öz ağrını unuttun bir an, başqa ağrılara sən tab eylədin. Neçə el obada, neçə rayonda, neçə şəhidləri lentə köçürdün. Tanıtdın onları eldə, obada, təskinlik təsəlli verdin hər evə. Şəhid anaları minnətdar oldu. Başın uca olsun, ay Elvin bala. Başın uca olsun, ay Elvin bala.